Bismillah. Ramazan ayının 13-cü gününü yaşayırıq Allahın izniyle. Bu günlər keçmişimizin hesabatı, gələcəyimizin sərmayəsidir. Həyatımızın ən nurlu anlarıdır. Amma bu məqamlar heç də asan başa gəlmir. Həmişə öyrəşdiyimiz, istədiyimiz vaxt yeyib içdiklərimizdən imtina etməyin bahasına bu hisslərə nail oluruq. Nail olduqlarımızın isə necə dəyərləndiriləcəyi tutduğumuz oruca görə dəyişəcək. Allah üçün tuturuqsa, Allah lazımı tədbirləri görəcək. Sağlam olmaq üçün tuturuqsa, sağlam olsaq da Allahın verəcəklərindən məhrum olacaq. Pəhriz saxlayıb arıqlamaq üçün tuturuqsa, ola bilsin ki, arıqladıq, amma yenə də Yaradanın yaradılana bəxş edəcəyindən kənarda qalacaq. Əgər başqaları tutduğu üçün tuturuqsa, başqalarına oruç tutan kimi görsənmək üçün bu yola mədəmizi zorlayırıqsa, bunun da qarşılığını ikiyüzlülərin, yəni münafiqlərin məruz qalacağına tuş gələrək görəcəyik. Allah birincidən başqa digərlərindən bizi qorusun. Allahümmə əmin. Oruç tutarkən bütün bunlara diqqət etməliyik. Niyyətimizi saflaşdırmalıyıq. Allah üçün oruç tutanlardan olmalıyıq. Bəs oruç tutmayanların bəhanələri nələrdir? Yenə işlərin çətinliyidir. Görəsən, çətin olmayan hansı iş var? Enerji itirilməyən, hansı fiziki və ya zehni fəaliyyət var? Müsbət cavab vermək mümkün deyil. İşlədikləri üçün enerji itirdiklərini söyləyərək oruç tutsalar, daha da taqətdən düşəcəklərini bildirirlər. Bəzi insanlarda var ki, onlar da xəstə olduqlarını deyirlər. Bu, dırnaq arası xəstəlikdən əzab çəkənlərin sözlərinə inansaq, ölkənin nə sağlam millətini təmsil edən ziyalısına, nə də sadə vətəndaşına rast gələ biləcəyik. Ayrı vaxt, nə olub mənə? Mənim yaşımdakılar hələ heç ərə getməyiblər. Digərləri də mənim yaşıdlarım hələ subaydırlar deyərək qürurlandıqları halda orucluq ayı olan Ramazanda mədələrini tutub aciz olduqlarını, xəstəlikdən istiraf çəkdiklərini və bütün bunların da oruç tutmağa mane olduğunu ifadə edirlər. Bəhanələr, şeytani bəhanələr. Belə adamların arasında imkanlı insanların olması isə təəssüf edicidir. Orucun məqsədlərindən biri də imkanlının, imkansızın vəziyyətini başa düşməsi olduğu halda bir çox imkanlılar bundan da sıyrılmağın yollarını tapıblar. Etdikləri 3-5 yaxşılıqlarını namaz qılmaq, oruç tutmaq kimi savablı olduğunu bildirən bu biçarələr, hansı ki 3-5 yaxşılıq eləyirlər, göstəri qarşısında, video çəkiliş qarşısında. Bunu da deyirlər ki, bu namaz qılmağa, oruç tutmağa bərabərdir, yəni savabı. Yəni bu biçarələr həmin ibadətlərin mahiyyətindən xəbərsizdirlər. Xəbərləri olması üçün yeganə çarə ancaq və ancaq onu yerinə yetirmələridir. Bunun nə danışmaqla, nə eşitməklə bir əlaqəsi yoxdur. Bunu bu cürdə başa düşə bilərik. Həmin ibadətlərin xeyirlərinin olmasını eşitməkdənsə, ictimai müsbət tərəflərinin olduğunu oxumaqdansa, yaşayaraq öyrənmək daha yaxşıdır. Yaşamaq üçünsə düzgün öyrənmək lazımdır Allahın dinini. İradələrinin zəif olması səbəbilə nöqsanı olduğunu söyləyənlər, bu ay onlar üçün fürsət ayıdır. İradənin möhkəmlənməsi üçün bu ay vasitədir. Hazır olmadıqlarına görə ibadətləri yerinə yetirməyənlər üçün hazırlıq ayıdır. Elə isə nəyi gözləyirik? Ey müvəqqəti zaman daxilində yaşayan insan, nəyi gözləyirik? Zərərin yarısından geri qayıtmaq üçün gec deyil. Bu məlumatları aldıqdan sonra oruç tutmaq üçün niyyət etməyə hazırsınızmı? Elə isə Allah orucumuzu özü üçün tutanlardan etsin. Yəni, Allah orucumuzu onun üçün tutanlardan etsin. Əmin. Unutmayaq, tövhidsiz heç bir əməl fayda verməyəcək. Öncə tövhidi öyrənmək və yaşamaq bizim həyat qayəmizdir. Subhanəkə Allahümmə və bihamdik. Əşhədü ən la iləhə illə ənt. Əstəğfiruka və atubu ileyk.